İtlə qoyunun fərqi. Bir çöl ərəbi Həzrət Əlidən soruşdu. Bir itin qoyunla cütləşdiyini gördüm. Qoyunun balası hansına, itə mi, yoxsa qoyuna aid edilir? Həzrət Əli, onun necə yemək yeməsinə bax. Əgər ət yeyirsə itdir, ot yeyirsə qoyundur. Ərəb, həm ot, həm də ət yediyini görmüşəm. Həzrət Əli, onu su içərkən yoxla. Əgər suyu ağzı ilə içirsə qoyundur, dili ilə yalayırsa itdir. Ərəb, hər iki qaydada su içir. Həzrət Əli, yol gedərkən onu yoxla. Əgər qoyun sürüsünün arxasınca gedirsə itdir. Sürünün ortasında yaxud qabağında gedirsə qoyundur. Ərəb, bəzən elə gedir, bəzən də belə. Həzrət Əli, onun yatmağına bax. Əgər qarnı üstündə yatırsa qoyundur. Əgər quyruğu üstündə yatırsa itdir. Ərəb, bəzən elə yatır, bəzən də belə. Həzrət Əli, onun başını kəs. Əgər qarnında şəkəmbə, yəni ot yeyən heyvanlara məxsus qarın bağırsaq görsən, qoyundur. Əgər əma, ət yeyən heyvanlara məxsus mədə bağırsaq görsən, itdir. Ərəb bu dəqiq və incə məsələləri eşitməklə heyrətdən donub qaldı.